Bizim kanaldan hamıya salamlar. Ben sizlerle beraber Clash of Clans oynayacağız. Bugünkü videoda en yaş saldırılarımı göstermeyeceğim. Sadece bugün 3 tane saldırı edeceğim. Ve 3 yıldızdan sonra ganimet almaya çalışacağım. Ganimet almaya çalışmak yerinde yani bu xəzinəni götüreceğim. Şimdi benim əsərlərim bunlarda 22 tane devim var. 90 tane çoxsun. Ümumiyyətlə 200 əsərli. Burada da uzun bir şey var. Klan kalesinde. Burada Valkyrie bir tane 6 seviye dev, bir tane 6 seviye okçu, 2 tane 5 seviye okçu, bir tane 6 seviye barbar, 3 tane de 5 seviye barbar. 20 idi. Ben çoxdan da video çəkmirdim çünkü biraz istedim özümü geliştirdim sonra çəkim. Mesela gelişmelerde barbar kral 2 seviye eləmişəm. Üstəlik buradan iksir toplayıcısını 2 seviye eləmişəm. Buradan Tesla 2 seviye olur. Artık çok şey kaldırmışım. Demək olar ki maksimuma. Mesela bütün depolar maksimumda. Artık iksir, karaksir deposu bile maksimum değildi. O da maksimum oldu gördüğünüz gibi. İndi kalan bunlar. Bunlar maksimum değil aslında. Bu toplayıcılar. Artık bunları sözüm de kaldırmıram. Qalıb hələ də. İndi bunlar var. Qalanın heç şey qalmayıb o qədər də. Sadəcə bomba qalıb o qədər. Belə verənciydi. Ganimetim de maksimum 4 milyon altın ve 4 milyondaki iksirim olabilir. Yani gedək düzəməli bir yer tapaq, ora hücum eləyək. Sadəcə misal 3 ulduz üçün söyləyəcəm. Mesela buna 100% 3 ulduz ala bilərəm. Əvvəlcə klan kalesini yoxlayaq. Geçən klan savaşına hazırlaşırmışlar. Bağışlasın ancaq buna məcburam. Hem de ki ben demək istəyirəm ki artıq orucluq vaxtıdır. Allah bütün orucluqların orucunu qəbul etsin. Mən indidən bunu deyim. Buna döndürək. Artıq mən indi videonu çəkirəm və iftar vaxtıdır artıq. Bir çox insan indi iftar eləyir. İftarını atır. İndi buradan bir dənəsini göndərim. Görün yolda bir şey var. Dev bomba varmış. Başka bir şey var. Yok. Şöyle arkasından hamısını göndereceğim. Burada da çoklu bir şeyler var. Onları da oradan çıksın. Bana açarsan dev lazım. Dev de var. Ve burada dönem bundan atıyorum. Sonra buradan yok aşağı indireceğim. Her küncə bir tane vuracağım. Okçu. Ne kaldı? Aha. Biraz yana okçu. Oranın suda kaldı okçular. Aha. Sonra yukarı geleceğim ve buradan 67 okçunu olmadı diyeceğim. DG koyayım. Buradan böyle yarım diyeceğim. Burada ölürler artık. Böyle aha. Şimdi buradan bura ben yayacağım. Sonra buradan da ise bura. Yani buradan. Aşağıda bir reklam beni bezdirdi. Buradan da göndereceğim çoxlu. Buralardan yayacağım. Bir de barbar krala gönderək. Ganimet azalsaq da mənə lazım idi ki, uçuldu. Zalım aldıq. Uçulcu 100% aldıq. Çünki səviyyəsini azdır. Vursunlar. 5 dəqiqə qutaracaq. Biz 5 dəqiqədə çəkməyəcək. Klan kalesində qalanlar ancaq devlər idi. Daha devlər yox. Barbaraydı. 3 tane barbar dedik. Yani Valkyrie hələ də yaşayır. Möcüzəvi bir şəkildə. Okçular da onu həll edilər. 3 ulduzu aldım. Gedək buradan xəzinəmizi götürək. Əvvəllər 180 min idi. Onun səbəbi biraz kupa düşürmüşəm. Çünki düzlü həkərdi mənə. Aha. Şimdi buradan gedək. Üretdə buradan bir tane bunlar, 2 tane de bunlar. Hem de ki o gelişmelerden bir tane de 4 seviye oldu benim hırs büyüm. Şimdi buradan gedək. 12 tane buradan. Sonra gedək bura. Gelmedi. 10 tane buradan. 11 yox 10. 10 tane buradan. Sonra buradan da çoxlu vuracağım. 90 tane edəcəm ümumiyyətlə. Aha. 175. Şimdi 25 tane daha vurabileceğim yer. Yoktu.
Aha, buraya kurtardı. Şimdi buradan bunları da yıkım. Bunları yıktıktan sonra bunları yıkım, bundan da yıkım. Ondan da yıktım. Artık burada mesela bu karakter sondasını kaldırıram 3 seviye. Ona 1.800.000 pul vermişəm. Yəni 1.200.000 dəqiq bilmirəm. Ondan başqa işdən qalmır. Qalırı bu dənə bu yağlı tızaqlar bunlar boş şeydir. Onu heç qaldırmayacağım. 8-ci səviyyə belediyə binasına keçdikdən sonra çox işim var. Baxın görün nə qədər gələcək təsə. Məsələn qara iksir, başqa şeylər, hər nəysə. Bugünkü videoda deyəcəklərim bunlardan ibarət idi. Yəni deyirəm, Allah bütün oruç tutanlar orucunu qəbul eləsin. Bu Ramazan ayı da yaxşı keçsin. İndi kanalıma da abunə olub yorum atmağı unutmayın. Digər videolarda görüşərik. Sağ olun.